millət, deməyə bildiyiniz kimi Fərəcin dönənləri bir qızla arasında mübahisə oldu. Həqiqətən çox maraqlı, çox belə gic söhbət ortada fırlandı da. Çünki Fərəc bildiyimiz kimi yumor kanalı deyil. Həmin kanallarda tepki videolar çəkir, yəni videolara rəylərini bildirir. Amma bir insan bir ortaya çıxır və buna tepki verir də. Yəni ki, deyir ki, düz eləməyibsən. Əsəbləşdirib bir şey eləməyib. Sadəcə Fərəzin bir şey deyib ki, Azərbaycanda yumor yoxdur. Bu da onun öz üstünə götürüb. Azərbaycanda nə inkişaf edib ki, yumor daha çox inkişaf eləsin. Çox zəif. Onun üçün keçək görək birinci bunlar nə video çəkiblər, necə alınıb. Birinci Fərəzin həmin qıza çəkdiyi birinci videoya baxaq, gəlin. Qızlar toya girəndə. Qızlar toydan çıxanda. Heç nə baş düşmədi bu arada. Ayaqqabılarını çıxardı. Yəni budur söhbət. Azərbaycanın yumor səviyyəsi ölüb. Ölüb də yəni bildiyiniz gülməli olmayan şeylərdir. Yəni burada da pis bir şey yoxdur da, onsa düz deyil. Burada deyir ki, ayaqqabısını çıxardıb girib, yəni ki, ayaqlarını girib. Burada oğlanlar qəribə baxır bana. Billik, ayaqlarınız ağrıdan çıxardırsınız. Yəni ki, burada gülməlidə başqa bir şey yoxdur. Yəni ayaqlarınız ağrısı deyə çıxarsın. Sən də götürmüsən, buna üz video çəkmisən, nə eləmisən? Yəni ki, çox məzəli, çox şit bir video alınıb da. İndi isə sən ki, həmin qızın buna çəkdiyi reaksiya videosuna baxaq. Aha, üzr videosu deyə bir dənə video paylaş. Deməli, mənim bu videom yəni üzr videosudur və mən ilk öncəliklə özümdən həqiqətən istəyirəm ki, bunun qabağına çıxmayım. Bunun. Yaxşı, heç nə deməm, tamam elə. Tamam elə. Bunun mənasını belə başa düşmüyor. Başa düşməyib ya. Deyirəm. Azərbaycan mizah səviyyəsi. Ay, insanda ağıl yaxşı şeydir, beyin yaxşı şeydir. Allah ölmüşəm gülməkdə video baxanda. Demə, zarafat edeyim, mizah edən sənsən də, yaxşı. Ay sağ ol, bax, sənə bir dənə söz deyim. Bax, buradakı yazını görsən. Bax, burada yazı yazılıb ha. Yumor səhifəsi deyiləm yazılıb. Görsən onu? Görmüsən? Biraz daha yaxınlaşdırım. Miyop olduğumu bilmirdim. Görsən hələ? Heyp oldu. Yaxşı mı? Mən. Bu nə deyir Allah? Bu nə çıxıyor? Gülmək nə deyir bu? Bu arada həmin çəkdiyim videodansa bu çəkdiyim video qat-qat gülməlidir yəni. Yəni sənə gülürəm məncə, sənə gülürəm bu videoya baxanda. O video qızlara aiddirsə, Sən Allah, mən bunda başa düşməmişəm ya. Bu video qızlara aid olduğunu başa düşməmişəm. Nə olsa ki qızlara aiddir. Keşfet mənim keşfetimdir. Bu videonun YouTube'dakı kontentinə baxmırsan, 90% baxmamısandır. TikTok keşfetim. Bu mənim qabağıma çıxırsa, sadəcə qızlara aid bir video kimi olmur. Çünki bu videonu mən də görürəm. Başa düşsən yəni? nə iş qalıb? Sən kimsən ki? Cəmaatı buradan... Mən kiməm? Deyim də sən kiməm. Sənin kimi beləncik TikTok-u zibil gününə qoyan, beləncik axmaq videolar çəkən adamları tənqid eləyib, onları gündüzünə çıxardan adamam. Bitirirsən. Düzdür, burada biraz ağır danışıb, yəni ki, düz deyil belə demək. Çünki yəni ki, hamı öz üçün görür də, biz heç kim işin qarışa bilmərik. Bu biraz ağır olub məncə. Sən özün bir zibilə yaramırsan. Özüm bir zibilə yaramıram. Bayaq dedim mən zibilə yarayıram. İstəyirsənsə bir dənə 5 saniyə arxa alıb qulaq asabilirim. Günlük izlənmə sayısı sən aylıq izlənmə sayına çox da, bunu səhədiyən xəbərin olsun da. Dersin. Cəmaatı oradan oturduğun yerdən rəy verirsən. Cəmaatı orada oturduğun yerdən rəy bildirsin. İnanırsan, rəy bildirmək üçün beyin lazımdır. İnanırsan, sən mən elədiyimi 5%-ni belə eləyə bilmərsən. Tuxu çatdırsa bir dənə mübahisəyə açıq bir dənə mövzu qoy ortaya və onu TikToka yüklə və o videoya 300 min izlənmə gəlsin. Sən yorumlarda gələn linklərə 2 saniyə dözə bilmirsən. Hətta mən dediyim 2 dənə sözə belə, yumorun yoxdur sözünə belə dözə bilməyib gedib risk video çəkirsən. Onu eləmək üçün neçə mindən adam girib YouTube axtara bilərsən ki, neçə mindən adam çəkmək istəyir və eləyə bilmirlər də. Yəni bu bazarı, yəni o bazarlıqda da oradan təkcə oturmaqdan eləmir. Mən ona şahidiyəm ki, o 6 ildir bu YouTube'un üstündədir və sənin bilmədiyin daha çox şey var da, xəbərin olsun. Oturduğun yerdə. Bunu heç vaxt bacara bilmərsən. O cür bu dediklərin boş-boş danışmaqdan başqa heç nə deyil. Cəmaatın mizah səviyyəsi öyle bir konkret. Ağzım ər burada, fikir ver. Bayaqdan evdiklərinə bax bilərəm, mənim ağzım ər. Kimsən? Belə zor adamsansa, Zor adamsan. qaldır o kreslodan o bədəni, get, Hə. video çək. Biz sənə baxaq. Mən yumor səhifəsi deyiləm. Mənim işim insanları güldürmək deyil. Mən bayaqlar dedim nə edirəm. 20 saniyə daha arxaya çəkib qulaq asa bilərsən ki, mən bayaq dedim nə edirəm burada. Amma sən demirsən. Sən dilvə gətirmirsən ki, bu video yumor videosu deyil. Sən bunu demirsən. Başa düşürsən? Yəni yumor üçün çəkdiyi video dilə gətirirsən. Qısaca yazmışam ki, babat ağladı deyə təsir edib deyəsən, hə? Bunu verdiyi cavabı bax elə. Yəni uşaqsan, ay qaqa, səni ciddiyə belə almamışam. Mən ciddiyə almayıb, hə? Amma gedib 1 dəqiqə 20 saniyə video çəkir.
Nəysə, davam eləyək. Baba, get gündəliyi bir partanın altına falan gizlət də, uşaq-muşaq əlində qalmışam. Elədiyi zarafata bax bir dənə, işlətdiyi emojiyə bax bir dənə. Bilmirəm ki, sən videolarımdan bəlkə deyib eşitmişsinizdir bu sözümü. Bu emojini işlədən adam yazdığı bir dənə söz var, bir dənə yazdığı cümləyə bax, bir dənə mən uşaqsan deyə. Allah, gör kimlərlə uğraşırıq sənə. Gəl bunun başqa bir dənə yazdığı yorumlar. Bunun tərəfini tutanı. Özü də əvvəlcədən baxdığı videoları ilk dəfə baxmış kimi tepki verməyə çalışır. Öldürəm. 20 dəfə bəlkə öldürəm yorumu vardı. Başa düşsən. Ayda çox gülməlidir də, ya başa düşsən. Çox qəribədir. Başa düşsən. Nə edir adamlar? Ölürəm. O video TikTok keşfetim adlı videoda. TikTok keşfetimə əvvəlcədən necə baxım? Ay sən üstün zeka dostum. Beynin ona qədər satıb bırakıb şişə bilmirsən. Azca ağzına gələn danışmağa bilirsən. O qaqaş özünü ölürəm falan hiss edir, amma alınmır da. Alınmır. O görə YouTube'da günlük 1 milyon 400 min, TikTok'da günlük 1 milyon izlənmə alıramıyor. Alınmır. Sən bilən səs görmənə görə izlənsən, hə? Bir yazıb vallahi qız haqlıdır. Ahahaha. Yəni burada çox pis dedi də, yəni mən o qaqaşın yazım TikTok çıxıb platformadan çıxardım. Nəysə, davam eləyək. Maksimum 11 yaşı var da, yəni bu yorum yazan başa düşsən. Biraz üzrü video deyəndə zırıldım. Bunun necə deyim, kütləsinin yazdığı şeylərdir. Zırılıb. Tamam, okey, zırılıbsan, sən zırılmağında ol. Bunu da yorumdan yazan əsas pis kimlərdir? Balaca 15-16 yaşında qızlar var, yəni ki, məktəbə təzə gedib, yəni ki, gündəlik təzə özü 5 yazmağı öyrənən qızlar var. Məsələn, onlar deyə buna yorum yazanlar deyil çoxu. Uşaq yumor kanalı deyil. Nə bilim, tepki videosu çəkən bir insandır da, yəni girmiş yazmısınız hamısına. Prosta maraqlı gəldi, istədim mən də bu dəstəyə əməzliklərə video çəkim atıb. Sağ olun, salamat qalın.